Natiq müəllim, sizin fikriniz Trump deyib, amma hələ tətbiq eləmir. Heç deməyib də Trus sosial şəbəkəsində yazıb öz akkauntunda. Bir var, bu necə olacaq? Məsələn, o qədər ölkə var ki, İranla, hər hansı bir ölkə tutalım ki, İranla hansı ticarət 108 ölkə var. Hə. Bir də var Çin. Və bu necə tətbiq olunacaq? Mexanizm necə olacaq? Hardan biləcəklər kim nə edir? Və ümumiyyətlə eləyəcəkmi bunu Trump? Düşünürəm ki, bu təzyiq vasitələrindən biridir. Bəlkə də ən belə vacib təzyiq vasitəsi kimi istifadə edə biləcək bir alətidir Amerika Birləşmiş Ştatlarının əlində. Bunun bir mexanizmi olmalıdır da. Əgər bu elan olunacaqsa, hansı mal növlərinə aid olunacaq? Bəzən, məsələn, bu tipli hadisələr olanda sosial məhsullar, ərzaq məhsulları və yaxud da hətta Rusiyaya qarşı belə ərzaq məhsulları ilə bağlı sanksiyalar yoxdur bildiyiniz kimi. Yəni, müxtəlif növ məhsullara aid olunub-olmayacağı ilə bağlı Maliyyə Nazirliyinin xüsusi qərarı olmalıdır Amerika Birləşmiş Ştatlarında. Hələlik belə bir qərar yoxdur. Əslində, neftlə bağlı embarqonu tətbiq eləməsi ən asandıdır. İndi bütün dünyada Amerika Birləşmiş Ştatları zaten tanker ovuna çıxıb, Karib dənizində tankerləri bir-bir götürür. Eyni şeyi Fars körfəzində də eləyə bilər. Çünki bir tankerlərin çıxdığı bir Hürmüz boğazı var və orada da həmin tankerləri ələ keçirə bilər. Yəni neft, ən asandır neft açığı. Amma digər ölkələrə qarşı bu sanksiyaların tətbiq olunması baş verərsə, İranla ticarət dövriyyəsi olan ölkələrin siyasında Avropa Birliyi ölkələri də var. Yəni ticarət dövriyyələri 10 milyon dollardan yuxarı olan 108 ölkə var. Yəni İranla 148 tərəfdaş. Bəli. Ona görə də bu hansı formada tətbiq olunması açığı sualı altındadır. Yəni, amma seçici formada tətbiq eləyə bilərdi. Misal üçün, deyə bilər, o ola bilər. Çin. Ola bilər. Mən Çinə tətbiq eləyirəm. Amma burada da belə deyək də, medalın 2 yüzü var da. Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticarət dövriyyəsi 700 milyard dollara yaxındır. Və Çindən 400 milyarda yaxın Amerika mal alır. Və tarif tətbiq olun. İstənilən ölkədə, istəyir Amerika olsun, istəyir istənilən ölkə olsun, tariflər artırsa, qiymətlər artır. Yəni, tarifin də, verginin də son ödəyicisi vətəndaşdır dünyanın hər yerində. Seçkilərə doğru gedir Amerika Birləşmiş Ştatları, ara seçkiləri, noyabrda ara seçkiləridir. Və burada bir tərəfdən neftin qiymətini salaraq, benzinin qiymətini salaraq xalq qazanmaq istəyirsə Trump komandası ki, doğru strategiyadır. Digər tərəfdən digər məhsulların qiyməti qalxanda bu seçicinin xoşuna gələcəkmi? Məncə yox. Ona görə də mən düşünürəm ki, bu həm Çinə, həm başqa ölkələrə, həm İranın özünə təzyiq vasitələrindən biridir. Çox seçici olacaq, həddindən artıq seçici olacaq və hamıya eyni qaydaların tətbiq olunmasını mən düşünmürəm. Hələ Avropa Birliyi ilə misalında da biz gördük də, Rusiyadan neft qaz almağa qadağa qoydu. Sonradan Macaristana, Slovakiyaya bununla bağlı müəyyən güzəştlər elan olundu. Eyni şey İran məsələsində də olacaq, amma bu danışıqların, təzyiqin bir formasıdır. Hətta belə bir məlumatlar dolaşır ki, artıq intensiv danışıqlar da gedir İranla Amerika Birləşmiş Ştatları arasında. Ola bilər ki, o danışıq predmetindən biri də bu tarif siyasəti. Natiq müəllim, sizin fikriniz? Yox, təsiri olacaq istər-istəməz. Çünki əgər doğrudan da sərt şəkildə bu tarif məsələsi tətbiq olunsa, doğrudan da Azərbaycanla İranın ticarət dövriyyəsi böyük deyil, Amerika ilə də çox böyük deyil, amma problem də nədir? Məsələ də daha doğrusu nədir? Amerika bizi daha çox mal satır, nəinki biz Amerikaya. Ona görə də tarif tətbiq olunacaqsa, 25%lik tarif Azərbaycan məhsullarına tətbiq oluna bilər də, teoretik olaraq. Bəs onda Amerika məhsullarına da Azərbaycan 25% gömrük rüsumu tətbiq olsa nə olacaq? Yəni ona görə də burada biraz Amerika bu məsələlərə daha diqqətli yanaşmağa məcbur olacaq. İranın önəmi nədir Azərbaycan bazarında? İranın məhsulları, Azərbaycana ixrac etdiyi məhsulların dəyəri təqribən yarım milyarda yaxındır, 500 milyona yaxındır. Əsasən kənd təsərrüfatı məhsulları, ərzaq, məişət kimyası və tikinti materiallarıdır. O məhsul növləri unikal məhsul növləri deyil. Yəni İrandan almasaq, başqa ölkələrdən alınacaq kifayət qədər imkanlar və fürsətlər var. Sadəcə İrandan gələn məhsullar bazarda müəyyən dəngə yaradırdı. Qiymətin çox sərt şəkildə artmasına imkan vermirdi. Çünki analoji məhsullar Türkiyə və yaxud da başqa ölkələrin analoji məhsulları daha bahadır. Və bu bazarda müəyyən qədər dəngələrin yaranmasına səbəb olurdu. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi dediyim kimi aldığımız məhsullar, strateji məhsullar deyil. Ola bilər ki, Trump da sabah bir dənə də tweet atsın və desin ki, bu ərzaq məhsullarına, nə bilim, kənd təsərrüfatı məhsullarına, əzdaçılıq məhsullarına, çünki bu sosial məsələ olduğuna görə aid deyil. O zaman demək olar ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsinə heç bir təsir eləməyəcək. Bir məsələyə də diqqət yetirməkdə vacib bir məqam var. Bu dəqiqə biraz belə deyək də, bəlli bir miflərdə var, standart miflər var ki, məsələn, Venezuelanın neftidir, İranın neftidir, Çin alırsa,
Çinə qarşı tətbiq olunacaqsa, Çin neftdən məhrum olacaq. Elə deyil. Çin hər yerdən neft alacaq. Bunun heç bir Çin problemi artıq yox. Kanada ilə danışıqlara başlayıb Kanada neftini Bəli, yəni Çin sadəcə nə idi özəlliyi? Venezuela nefti ucuz idi. Yəni Brent markalı neftdən təqribən 15-18 dollar diskountla satılırdı da. Bu sərf eləyirdi Çinə. İkincisi, İran nefti alandan sonra Çin elə istismarçı kimi yanaşırdı İrana yeri gəlmişkən. O aldığı neftin pulunu pul şəklində daha doğrusu ödəmirdi. Yarısını Çin məhsulları şəklində ödəyirdi və daha ucuz başa gəlirdi. Yəni bu anlamda Çinə zərbə olur. O anlamda yox ki, Çin sabah neftsiz qalacaq, başqa yerdən neft ala bilməyəcək. Kifayət qədər bol neft var. Yeri gəlmişkən neft hasilatı getdikcə artır dünyada. Bir bolluq yaranacaq və bu il çox güman ki, qiymətlər düşəcək. Və Çin üçün başqa yerlərdən neft almaq məsələsi deyil. Mənə elə gəlir ki, məsələ siyasi müstəvidədir. Cənub çox güclənmişdi, qlobal cənub. Qlobal cənubun açar dövlətləri var idi. Bunlardan biri İran idi, elə Venezuelanın özü idi. Bu açar dövlətlərdə artıq daşların yerindən oynadaraq o qlobal cənub hansı ki şişirdilmişdi son 2-3 ildə Rusiyanın da birbaşa iştirakı ilə. Bax onun o şarın havasının alınması prosesi gedir ki, qlobal cənub zəiflənir. Natiq bəy, sizin fikriniz? Əslində doğrudan da çox ciddi müzakirədir. Mən beynəlxalq mediada da hər gün bununla bağlı onlarla yazı çıxır ki, vursa nə olacaq, vurmasa nə olacaq? Vursa rejimə bəlkə də nəfəs verə bilər, müəyyən də qədər təbliğatda yol aça bilər. Amma vurmasa da rejimin daha da sərtləşməsi Amerikanın atdığı addımları göydə, havada qoya bilər, necə deyərlər. Amma bir şey dəqiqdir də. Amerika, ümumiyyətlə Qərb, əsasən də Amerika çox sistematik işləyir. İran artıq dəyişib. Bəli, əl çəkməyəcək. Yəni 20 ildir, 25 ildir addım-addım İranın dəyişdirilməsi yolunda işlər görülüb. Bu o demək deyil ki, sabah birdən-birə rejimin belə deyək, alt yazısı ya üst yazısı dəyişəcək, tamam başqa bir İran Respublikası olacaq. Yox, amma addım-addım dəyişir də. 10 il bundan qabaqki İranla bugünkü İran bir deyil. Hətta 5 il bundan qabaqki İranla bugünkü İran bir deyil. Və bu tipli rejimlərdə də ən böyük problem odur ki, İrandakı rejimlərdə onlar çox şeyə nəzarət eləməyə düşünürlər və nəzarət eləməyə çalışırlar. Amma nəsil dəyişiminə nəzarət eləyə bilmirlər axı. Nəsil dəyişir. Yeni insanlar gəlir, yeni nəsillər gəlir, onlar başqa cür yaşamaq istəyir. Bunu Amerika da görür. Amerika görür ki, bugün biraz irəli getdim, müəyyən dərəcədə sistemi zəiflətdim. Sabah dayandırılan, birazdan 1-2 ildən sonra yenə biraz irəli gedəcəm, yenə biraz irəli gedəcəm. Yəni onlar sistematik işləyirlər və bu sistemin qarşısında İranın davam gətirilməsi çox çətin görünür açığı. Mən düşünmürəm ki, İran bundan sonra belə deyək də özünə gələcək. Çünki bu prosesin biraz uzun vadəyə yaymaq lazımdır. Birinci hardan başladı? İranın proksilərinin sıradan çıxarılması, Suriya məsələsi, Livan məsələsi. Bütün ətrafda olan proksilər sıradan çıxarılandan sonra İran zəiflədildi və artıq İranın daxilində gedən proseslərə belə deyək də ən azından mərhələ-mərhələ. Bəli, mərhələ-mərhələ gedəcək və mən düşünürəm ki, İran dəyişib. Sadəcə bu dəyişimin rəsmiləşməsi çox çətin olacaq. Və bir mif də var ki, mən belə düşünürəm, İranı bu dəqiqə molla rejimi idarə edir. Elə deyil. Əsas güc mərkəzi xüsusi xidmət orqanlarıdır, ordudur. Onların mövqeyi həlledici olacaq. Bax, onların mövqeyi hansı yöndə olacaqsa, hansı istiqamətdə olacaqsa, İrandakı proseslər də o yöndə gedəcək. Natiq bəy, mən indiyə qədər soruşurdum ki, Çin buna cavab verəcək, verməyəcək. Həmin sualın qüvvədə qalmaq şərti ilə soruşmaq istəyirəm ki, siz biri o birisindən belə güclü səsləndirir. Kuba aydın məsələdir. Kubanı çox güman ki, böyük ehtimalla Venezuela neftini Kuba itirəndən sonra orada problemlər olacaq. Bu an məsələsidir, belə deyək. Kubadan sonra gəlir Kolumbiya. İndi Kolumbiyanın prezidenti ilə danışıblar. Kolumbiyanın prezidenti deyib ki, narahat olmayın. Amma sonra Meksika var. Meksikadan sonra mən ehtimal ki, Kanada ilə bağlı verilən bəyanatları Rizvan mənim az öncə olduğu kimi Trump yenidən yada salacaq. Və nəhayət gəldik, çatdıq Grenlandiyaya və Grenlandiyaya çatanda artıq nə olacaq bilmirik. Trump bu adımların hamısını doğrudan da ata bilərmi? Yoxsa böyük bəyanatlar verib danışıqlarda özünə uyğun nələrisə planlaşdırdıqlarını götürmək istəyir? Yox, məncə bu Trump sadəcə bir funksiyadır. Bir şəxs kimi yox, bir funksiya kimi baxmaq lazımdır. Trump dağıdıcıdır. Doğrudur. Və o dağıdır. Bu dağıdandan sonra nə qurulacaqsa, Trumpdan sonraki dövrdə Trumpın arxasında duran güclər, beyin mərkəzləri və insanlar bunu fikirləşəcək. Bunu niyə etməsin ki, hələ bir tarixi fürsət yaranıbsa, sadəcə bizim biz tarixdə yaddaşımızı yeniləməyə də ehtiyac var. Amerika Birləşmiş Ştatları necə qurulub ki?
Fransadan da pulla torpaq alıblar. Louisiana ştatı, o indiki Louisiana deyildi. Amerikanın yarısı Louisiana ştatı idi. Fransadan alıblar, Alyaskanı Ruslardan alıblar, İspanlardan alıblar. Yəni zaten belə qurulubsa, Qırlandiyanı niyə almasın ki? Qırlandiya ya pulla alacaq, ya da elə bir şərait yaranacaq ki, Qırlandiya özü Amma Louisiana ilə Alyaskanı satan var idi axı, Qrenlandiyanı satan yoxdur. öz Qırlandiyanın öz torpağına sahib çıxan insanlar satacaq. Belə 56 min seçicisi var, əhalisi var. Onlar sabah referendum keçirdəcək. Bir hərəsində $1 milyon veriləndən sonra niyə buna etiraz eləsinlər ki? Yəni bu çox rahatdır. Mən bunu bir çətin yolgu kimi görmürəm. Daha rahatdır. Hətta Qırlandiya məsələsi Kubadan belə rahat olacaq Amerika Birləşmiş Ştatları üçün. Yeri gəlmişkən qanun layihəsi təqdim olunub Konqresə, Respublikaçı parlamentariyalar tərəfindən Qırlandiyanın ştata çevrilməsi ilə bağlı bir qanun layihəsi də artıq dünən təqdim olundu. Söhbət nədən gedir? Məsələn, Çinin cavab verəcəyi məsələsinə gəldikdə. Çin harda və kimə cavab verib ki, bugünə qədər? Hərbi yolla harda və kimə cavab verib? Bir Koreya müharibəsidir, hamının yadında qalan. Çoxdan olub o. Ya o da neçə illər bundan qabaq olub. Ondan qabaq hətta Yaponiya kimi özündən, belə deyək də, əhali olaraq 6 dəfə az idi də o zaman. Yaponiya belə məğlub oldu. Öz lap qədim tarixə qayıtsaq, Çinin çox böyük donanması var idi. Günlərin birində imperator donanmanı yandırdı, 100 illik ümumiyyətlə Çin dənizlərdən kənarda qalmağa məcbur oldu. Onların doktrinası fərqlidir və Çinin də problemləri də fərqlidir. Çin qocalır, Çin yaşlaşır, Çinin əhalisi azalır, Çində ciddi iqtisadi problemlər hamilədir. Çünki böyük şarlar, balonlar formalaşıb, onların partlaması gündəmə gələ bilər. Yəni, Çinin hansısa bir formada, haradasa hərbi güc vasitəsi kimi, yeri gəlmişkən Koreyada da SSR olmasaydı bəlkə də Çin bu qədər aktiv. Amma Çinin ordusu bugün texnoloji baxımdan, inkişaf baxımından, əlbəttə, say baxımından dünyanın ən güclü ordularından biridir. Amma düzdür, çox da heç vaxt döyüşməyib. Bəli, bu formatda heç vaxt döyüşməyib. Bilinmir ki, o döyüşəcək yoxsa yox. Bu məsələ də var. Amma mən düşünmürəm ki, Amerika Çinlə məsələn müharibə axtarır. Müharibə axtarmır, anlaşma axtarır. Və bu anlaşmaya da geci-tezin nail olacaq. Əlbəttə, güclü, yəni doktrina bundan ibarətdir ki, gücə əsaslanmış Amerika mövqeyi. Vəssalam. Buyurun Zaman. Natiqin dediyi fikirlə bağlı bir həm sual, həm də bir arqumenti vurğulamaq istəyirəm. Demək, Qrenlandiyanın alınmasına düzdür, ərazi 2 milyon kvadrat kilometrdən çoxdur, 60 milyon az olsa da əhali, onun alınması və ondan doğan görsəsi və hüquqi nəticələr ağırdır. Yəni, bunun həzm olunması. Birisi-nə müqayisə edirlər. 2014-cü ildə Krımda da səsvermə keçirildi və sonra birləşdirildi də. Referendum keçirildi. Yəni, o Rusiyanın nöqteyi nəzərindən. Amma Krım müstəqil dövlət kimi deyildi axı. Amma Qrenlandiyanın müstəqillik şansı var. Yəni, muxtariyyətdir. Çox yüksək. Danimarkanın tərkibində yüksək səviyyədə. Amma muxtariyyətdir. Amma çıxa bilər. Özləri Danimarkadan çıxa da bilər. Yəqin ki, belədə də bu var idi. Onun doğruluğu mən nəticəni demək istəyirəm ki, yəni Avropa İttifaqı üçün hazırki dünya düzənində də Qrenlandiyanın bu şəkildə qoparılması, indi bu olub-olması məsələsi, bəlkə də an məsələsi, sadəcə o doğuracaq hüquqi siyasi nəticələrin dünya düzənində yaradacağı nəticələr. Bax, o ciddi düşündürür. Əlbəttə, amma bir məsələ də var ki, dünya düzəni yoxdur. Artıq yoxdur və yeni bir dünya düzəninə keçidlə bağlı. Yəni, hesab et. Natiqin, dünyanın turbulentliyi dövrü yaşadığı bir dövrdə Rusiya hansı ki, əvvəllər belə deyək də, harda aş idisə, orada baş idi. İndi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ruslar ilişib qalıblar şərti bir balaca bir yaşayış məntəqə, qəsəbənin altında. Burada isə bunların düz ətrafında, burnunun ucunda dünya bölüşdürülür. Rusiya bax, bu vəziyyətə əvvəlki oyuna qayıtmaq üçün, böyük oyuna qayıtmaq üçün, Kupiansk uğrunda vuruşmaq üçün yox. Rusiya-Ukrayna müharibəsinin həllini, dayandırılmasını sürətləndirə bilərmi hansısa formada? Mənə elə gəlir ki, Rusiya yavaş-yavaş ya anlayır, ya anlayacaq nəhayət ki, necə böyük bir təliyə düşdü. Böyük bir təliyə düşdü, hansısa bir meşəbəyinin evi uğrunda müharibə aparır, hansısa bir meşədə, meşə kənarında, dünya isə bu tərəfdə bölüşdürülür. Və Rusiyasız bölüşdürülür. Çünki Suriyada güclüydü, Suriyadan vurulub çıxarılır. Venezuela'da gücü var idi, nüfuzu var idi. Venezuela'dan vurulub çıxarılır. İranda bugün proseslər dərinləşir və baxmayaraq ki, keçən ilin yanvar ayında, bir il bundan öncə İranla strateji müttəfiqlik sazişi bağlamışdı. 17 yanvar idi, səhv eləmirəmsə, Moskvada və həm strateji müttəfiqi də yavaş-yavaş əldən çıxır. Yəni, Rusiyanın başının Ukraynada bu dərəcədə qarışması onun
dünya siyasətində oynaya biləcəyi rolu minimuma endirib.